Gözüm səyirir, yəqin kimsə mənim üçün darıxır və yaxud da ki, məni düşünür. Unudun belə batil inancları. Əgər gözünüz səyirirsə, bu sizi kiminsə düşünmək anlamına gəlmir, sadəcə olaraq beyninizin sizə siqnal göndərdiyi anlamına gəlir. Və buna 3 səbəb var. Birincisi, sinirləriniz və əzələləriniz stressdən o qədər tükənib ki, artıq maqnezium ehtiyatı azalıb və buna ilk üsyan edən göz əzələləri olur. İkincisi, gizli stress və yuxusuzluq. Gün ərzində o qədər gərgin olursunuz və gecə yetərincə yuxu yatmırsınız. Nə qədər də siz yaxşıyam desəniz belə, bu sizin sinir sisteminizi oyanıq saxlayır və bu da göz ətrafında mikroyığılmalara gətirib çıxardır. Üçüncüsü isə və ən böyük olunan səhv, bu durumda yuxunuz gəlməsin deyə həddən artıq çox kofe və çaydan istifadə. Kofe və çay bu mikroyığılmaları 2 dəfə artıra bilər. Yaxşı, bəs nə etməliyik? İlk növbədə bu batil inanclardan azad olmalıyıq. Daha sonra isə yuxumuza nəzarət etməliyik, kofein və çayın istifadəsini azaltmalıyıq, həkimimizlə məsləhətləşərək maqnezium qəbuluna başlaya bilərik. Əgər sizdə də göz səyirmələri varsa, şərhlərdə bölüşün, səbəbini birlikdə tapaq.